Peşə bu ilin və dövrün tələbidir. Yəni bilirsiniz ki, ali təhsil önəmlidir. Ancaq dövrün ən böyük tələbi isə peşəsi olmalıdır hər bir şəxsin və bu gün peşə qazanan bir şəxs özü üçün, ailəsi üçün, özünün və ailəsinin maddi rifahını yaxşılaşdırmaq üçün öz peşəsinə uyğun işlər qururlar. Və bunun üstündə bizim peşə təhsil mərkəzimizdə tələbələrə hərtərəfli bilik, bacarıq və təcrübə öyrədilir. Bizim tələbələrimiz də öyrəndikləri bilik və bacarıqları müxtəlif sahələrdə tətbiq edirlər. Peşə təhsilinə göstərilən diqqət ilk növbədə qəbul planlarında özünü göstərir. Son illərdə dövlət sifarişi ilə ayrılan yerlərin sayının əhəmiyyətli dərəcədə artırılması gənclərin bu sahəyə marağını daha da yüksəldib. Bu artım sayəsində minlərlə gənc ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edir. Eyni zamanda dövlət sifarişli yerlərin ümumi qəbul planında üstünlük təşkil etməsi peşə təhsilinin əlçatanlığını daha da genişləndirir. 2024 və 25 və 2025-26-da tədris illərinin hər birində 27 adlı ixtisas nəzərə almaqla 35 qrup üzrə 700 yerlik qəbul planı təsdiqlənmişdir. Peşə təhsil müəssisələrinə qəbul olmuş şagirdlər son 2 ildə şagirdlərin qəbulunda 14% artım müşahidə olunmuşdur. 2025-ci ildə həmçinin eyni qeyd etmək istərdim ki, bizim peşə təhsil müəssisələrinin müxtəlif ixtisasdan qəbul olmuş 138 peşə tələbə peşə təhsilini başa vuraraq onlara təhsil sistemi sənədləri təmin olunmuşlar. Hazırda 3 peşə təhsil müəssisəmiz üzrə ötən tədris ilində təhsil davam etdirən tələbələr daxil olmaqla 656 tələbə təhsil alır ki, onlardan da 97%-i dövlət sifarişi əsaslıdır. Peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə maddi-texniki baza yenilənir. Eyni zamanda tələbələrin praktiki bacarıqlarının artırılması üçün yerli müəssisə və təşkilatlarla əməkdaşlıq genişləndirilir. Peşəm haqqında bunu deyə bilərəm ki, tikinti sahəsi həm yaradıcı, həm də məsuliyyət tələb edən bir sahədir. Şəhərsalmada böyük rol oynadığı üçün bu sahə mənə həm maraqlı, həm də motivasiya verici gəlir. İxtisasımı burada bitirdikdən sonra gələcəkdə hər hansı bir şirkətdə tikinti mühəndisi kimi işimi davam etdirmək istəyərdim. Mənim burada oxumağımda məqsəd elektronikanın bütün inkişafı, elektronikanın gələcəyinin daha aydın şəkildə dünyamızı bütün əhatə etməsi ilə bağlı bütün əlimdən gələn hər şeyi eləyəcəyəm. Hal-hazırda da bundan əvvəllər qat elektronika layihəsinin gələcəyi ilə bağlı məqaləmizi dərc etmişik və hal-hazırda başı elmi jurnalında dərc olunub və hal-hazırda deyə bilərəm ki, o jurnalda davam olaraq da gedir. İnşallah düşünürəm ki, bütün yaxşı addımlarımın ilk səbəbkarı peşəm olduğuna görə İstəyirəm ki, bütün yaxşı yerlərdə olmağımı özümə arzu edirəm. İxtisasımı bitirdikdən sonra da hal-hazırda elektronika ilə bağlı xaricdə təhsil almağımı düşünürəm. İnşallah da qəbul olaram. Peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Texniki Peşə və Sürücülük Məktəbi və Naxçıvan şəhər Peşə Liseyi birləşdirilərək onların bazasında Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük Məktəbləri isə Şərur Peşə Liseyi və Ordubad Peşə Liseyi adlandırılaraq publik hüquqi şəxsə çevrilib. 22 peşə təhsil müəssisəsi əsaslı təmir olunub, 3-ü isə yenidən qurulacaqdır. O 22 müəssisənin içində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi də yer almaqdadır və bizim peşə təhsil mərkəzimizdə təhsil pillələri 3 səviyyədə həyata keçirilir. İlkin peşə, texniki peşə və yüksək peşə olaraq qruplara bölünür. İlkin peşədə 10 qrupumuz hal-hazırda nəzəriyyədən praktikaya doğru təhsil prosesini davam elətdirilir. Bu gün hal-hazırda Respublikamızın müxtəlif dövlət və özəl müəssisələrində praktik təcrübədədirlər. Yaxın zamanlarda texniki peşə və yüksək peşə tələbələrimizin də praktika dövrü başlayır. Peşə təhsilinin inkişafı regionun sosial-iqtisadi tərəqqisinə töhfə verməklə yanaşı, ixtisaslı kadr potensialının formalaşmasına da mühüm təsir göstərir. Həsən Məmmədov, Məryəm Bababəyli, Namiq Abbasov, NTV Xəbər.